Ay gözümün ışığı Mehman. Gör ne deyirəm sən. Ay qadası, qadan alayım. Bax bu sen bana bir ses attın. Bu dayımız var ya, dayı bu kızla da lütfü oturup orada. Bu da bu dayı. Neydi ona? Sergey dayı, Sergey dayı. Sergey dayı sana çıkıp elə mi bir başa? Sergey dayı mənə yazıb ki, bəs indi çox sağ ol Mehman ki bunu tanıtırdın. Odessada indi bunu tanıyıblar ki, ay bu qucaqlarda otura qaçıb Bala Heydərə qoşulub. Mən deyim ki, sübut ver mənə. Bu da şəkillərini göndərib ki, Misirə aparmışam onu. Misirdə deməli ki, dincəldik, bunu rahatladım. Mən də sonra deyir ki, biz qayıtdıq şeyə, Odessaya. Qız da sonra itdi. Mən deyirəm, ay Sergey dayı, Nisiyə bunu eləmək olurdu ki, Nisiyə verirlər ki. Bu deyir ki, Alyona Nisiyə də şey eləyirdi. Yəni Nisiyə dəftərə yazırdıq, sonra qaytarırdı. Ortadan yox oldu. İndi o İlham Əliyev deyir ki, 4 milyon veribdi. Nəsə bizi öldürməyə. Geçsin hələ Odessada Alyonanı cavanlıqda saxlayan kişilərin borcunu ödəsin. Ayıbdır. Borcu ödəmək lazımdır. Sonra artıq gəlib öldürər bizi. Ay qaqa, mən başa düşmədim bu nətər bu Sergey dayı var burada. Bu aparıb Alyonanı qayırıb üstəlik Alyonaya pul mu verməliydi? Alyona buna pul mu verməli? Alyona kasıb ailədən idi. Alyona Sergeyin Alyonanın o vaxt deməli 25 yaşı var idi. Sergeyin 47. Dədə atası yaşındadır Sergey. Bu Sergey bunu aparır Misirə. Misirdə qəşəng dincəllər, oteldə filan. Neçənci ildə qaqa, neçənci ildə təxminən? 2015. Ümumiyyətcə Alyonanın neçə yaşı var başına dolanayım? Ay 6000'ə qalxdı baxışlar, 6000'i keçdi. 93-cü ildə. Ay Mehman, ay səndə nə tükü var Allah ümidsin. Kanala qalxan kimi kanal qalxır. 24 sentyabr 1993-cü ildəndir. Pasportu da məndə. Ay neçə yaş eləyir? 7 oradan 20, 33 eləyir yoxsa yox? 33 yox. Əsl şeylə siqarlası vaxtı. Bərbad. Dincəllər, qayıdır. Alyona deyir ki, bəs mən indi biraz əlim aşağıdır. O bilet pulu, samolyot pulu, otel pulundan əlimə nəsə gəlsən sənə verərəm. Bu da deyir, yaxşı da, nə vaxt pulun olsa verərsən. Sonra bu Heydərlə tanış olur, çıxır gedir. İndi Sergey bizim araşdırmalarımıza baxıb Sergey. Başa düşüb ki, bunun Misirə apardığı qız Heydərə qoşulub. İndi də deyir ki, mən haqqımı tələb edirəm, mənim borcum gəlsin, qaytarsın. Ay, Alyonanı qayıran adamlar hamısı İlham Əliyevə təzminat davası açmasa yaxşıdır balaca Heydərə. Ay, qadınların ölkən sərvəti gedəcək bəndən onu. Mən sənin nefrini, o elə, Sergey deyir ki, mən xoş qədəm zədam, Zaurun verilişi zatdır. Çıxıb ki, mən Alyona axtaram, gəl mənim pullarımı qaytarsın. İndi deyir, əlim aşağıdır, indi Alyona xanım bizə baxmalıdır. Ay Mehman, bildim. Ay qaqa, belə pis çıxmasın. Bu Sergey ilə ikinci günü bizim efirə qoşa bilərsən mi efirə bir danışsın eləsin? Çalışaram, qoy danışır, o Rusiyada danışır, amma... Danışsın da indi bir baxmayı. Onda Alyona'nın qurbanlarına efir verməlisən. Ay, qutardı da Emin Hüseynov da dəvət eləyər, efiri siz apararsın, problem yoxdur. Bir şey dedim, Sergey özü mü bu şəkilləri attı sizə bugün? Sergey'in özü attı. Mən dedim ki, sübut elə ki, bir yerdəydik. Sonra deyir ki, gələ. Bir yerdə dincəllik, pivə içirik. Oteldə, göşək. Ay qaqa, mən bir maraqlıdır ki, mən bir təcrübələnirəm ki, bu Alyonanı praktiki qayıran adamları niyə İlham Əliyevin oğlu İlham Əliyev öldürmək üçün milyonlar buraxmır, killer göndərmir? Öz dolar bizi kimi qorunmur, bizi kimi siyasi. Niyə bizi öldürmək istəyir? Çünki Alyonanı əsl qayıranlar bizik də. O birisilər heç nə eləyib ki, o birisilər. Dalda qayırmaq oları əsas üzdə qayırmayasan media. Ay Mehman, bütün ölkəni qarışdırdın bir-birinə. Bu nədir? O gün də qardaşın baxıram, aşpanı dağıdır. Dünən gecə yatmamışam, ona baxmışam. Aşpanı dağıdır orada. İki qardaş ikiniz də bəs döysün, o İlham Əliyevdən nə istəyirsin? Bu sualın cavabı gələn həftə olacaq. Gələn həftə ikinci gün. Əziz vətənlərim, baxışdan ötər qalxırım maşallah. Heç nə. Gələn həftənin üçüncü günü, ya ikinci günü ayın 3-də Alyona 3 yayınlanacaq günorta və axşam Mehman bizim suallarımıza cavab verəcək. Bu dəfə baxış sayı 15.000'i keçəcək. 15.000. Oldu. Sağ ol qadası, sağ ol, var ol. Sergey dayının problemlərini işıqlandır ki, cəmaatın pulunu qaytarsın. Nə qədər verəsdi Sergey dayıya Alyona? Deyir ki, Misirə belə $2000 ziyana gedib. Alyonanı aparıb, oteldə qalıblar 3 gün. Deyir, indi Ukraynada vəziyyət pisdir, pulumu göndərsin. İndi öz aramızda məhkəməlik olsa söhbət edir. Sergey dayı da götünü yeyir də. Qoca kişi 20 yaş böyük, gül kimi, püstə kimi qızla yatıbdı. Püstə kimi qızı şey eləyibdi. O da deyəcək, mənlə yatmağın qiyməti $2000. Onda nə eləyəcək Sergey dayı? Düz deyir.
Yaxşı, görüşürük. Sergey dayıya deyən çox göydən getməsin. Dana su girdi qaba oldu içməli. O bizim deyən gəlin başı da İlhamın gəlinidir deyən. Çox dərinə girməsin deyən. Yaxşımı? Oldu. Səni. Aya bu da dəhşət adamdır. Bu qardaşlar var ha, o iki dənə qardaş. Oo. Hələ aya bunlar bu nətər insanlardır bunlar. Bütün ölkəni silkələdilər, bir-birinə qatdılar ha. Aya bir anda göz qırpımında bunlar nə elədilər aya? Oo.